Bugün sizə salam hörmətli abituriyentlər. Bugün sizə OTK 20 aprel 2025-ci il tarix fənninə aid sınağın izahatını verəcəm. Baxaq birinci suala. Birinci sualda bizdən Qarabağ bölgəsinin tarixində Vətən müharibəsindən sonraki dövrə aid olanları soruşur. Yəni 2020-ci il Vətən müharibəsindən noyabr ayında 10-da imzalanmış sülhdən sonraki hadisələri istəyir. Xankəndi şəhərinin mərkəzində dövlət bayrağının ucaldılması 2023 antiterror əməliyyatı nəticəsində. Deməli, burada biz biri götürə bilərik. Hardurdu qəsəbəsinin düşməndən azad edilməsi 2020-ci il 4 oktyabr. Bunu götürürük. Füzuli Beynəlxalq Hava Limanının açılması 2021-ci il 3-ü götürürük. İranla sərhəd tamamilə ordumuzun nəzarətinə keçməsi bu 2020-ci ilin Ağbənd qəsəbəsinin azad edilməsi nəticəsindədir. 4-ü də götürmürük. Deməli, cavabımız 1 və 3. Növbəti sual 32-ci sualdır. Verilmiş nəticələrə uyğun döyüşləri müəyyən edin. Bizans ordusu məğlub edildi. Konstantinopolun fəthi gecikdi. Macar Çex ordusu məğlub edildi. Macar Çex ordusu 1526-cı il Moxaç döyüşündə məğlub edilib. Deməli, Moxaç olan variantlar B-də, C-dədir. Konstantinopol fəthi gecikdi, biz bilirik 1402-ci il Ankara döyüşü nəticəsindədir. Və Bizans ordusu məğlub edildi. Təbii ki, burada Maltepe döyüşündə deməli, Bizans ordusu məğlub edilib. Kosovo döyüşü 1389 serblər məğlub edilib. Ona görə cavabımız deməli, Maltepe döyüşü 1329 Bizansın məğlub edilməsi. Ona görə cavab B variantıdır. 33-cü suala baxalım. 33-cü sualda 2-ci Dünya müharibəsində iştirak etmiş Azərbaycanlı döyüşçülərin fəaliyyətinə uyğunluğu müəyyən edin. Gərək Əsədov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov. Əhmədiyyə Cəbrayılov, biz bilirik burada Fransanın ən yüksək hərbi mükafatına layiq görülüb. Paradda öndə gedən C. Mehdi Hüseynzadə İtaliyada partisan dəstəsinin komissarı olub. A. Gəray Əsədov Rumıniyanın Markitka kəndi yaxınlığında döyüşdə igidlik göstərib. B. 1-ə B, 2-yə A, 3-ə isə C, E variantı. Növbəti sual 34-cü suala baxalım. Xəritədə rəqəmlərlə verilən dövlətlərə aid uyğunluğu müəyyən edin. 1. Hindistan, 1. Hindistan. 2. Burada deməli Yaponiya. Yaponiya. 3. Çin. 19-cu ikinci yarısında ingilislər tərəfindən işğalı tamamilə başa çatdırılıb. Biz bunu Autun yazlığının tutulmasıyla 1856-cı il İngiltərəyə götürürük. Deməli, İngiltərə burada haranın işğalını başa çatdırıb? İngiltərə Hindistanın işğalını başa çatdırır. Deməli, burada biz A variantını götürək. 1-ə A. 20-ci əsrin əvvəllərində respublika elan edilib. 1912-ci ildə Çin üsyandan sonra, deməli, orada 3-ə B-ni götürək. 1-ə A, 3-ə B. Portsmut sülhünə əsasən Koreyada şərqi sığallıq tanınıb. 1905-ci il Rusiya-Pol müharibəsindən sonra deməli, bu Yaponiyaya aiddir. 2-yə D. 1980-ci illər konstitusiyası qəbul edilib. 1889 Yaponiyaya aiddir. Deməli, 2-yə Y-ni də götürürük. 1-ə A, 2-yə D, Y, 3-ə B, doğru variant C variantı. Növbəti sual 35-ci sualdır. Cədvələ verilənlərin oxşar cəhətlərini müəyyən edin. Babillər üsyanı, Zeynəb Paşa üsyanı, Məşrutə hərəkatı. Babillər 1848-52-ci illər. Zeynəb Paşa 1898-ci il taxıl möhtəkərliyi, Məşrutə 1905-11-ci illər olan üsyandır. Cənubi Azərbaycan tarixinə aid olmaları bəli. 1. Qalibiyyət nəticələnib, xeyr, məğlubiyyət nəticələniblər. Qacarlara qarşı yönəliblər. Qacarlar 1796-1925-ci illərdə hakimiyyətdə olublar.
3-ü də götürə bilərik. 1-3. 19-cu əsrin 1-ci rübündə baş verib. Xeyr, rüb 1825-ə qədər də olmaz. Çar Rusiyasının müstəmləkə zülmünə qarşı baş verib. Xeyr, Qacarlara qarşı olgun. Doğru variantımız 1 və 3 D variantı. Növbəti 36-cı suala keçirik. Aratta, Lulubi və Kuti Dövlət Qurumu. Bu ildən Aratta Dövlət İmtahan Mərkəzində artıq qəbula düşür tarix fənninə. Ona görə bunu da oxumaq lazımdır. Ərazi Surmiya gölündən Fars-İran körfəzinə qədər uzanırdı Kutilər. Dini idarələrə maş-maş rəhbərlik edirdi Aratta. B. Hökmdar Maşqun tərəfindən idarə olunurdu bu Lulubilər. C. İkinci Sargon yürüşünə məruz qalmışdır. Bu heç birinin aidiyyatı yoxdur. Akkad dövlətini süquta uğradıb Kutilər. Y. 1-ə B, 2-yə C, 3-ə A, Y. Doğru variantımız D variantı. 37-ci sual xronoloji ardıcılığı müəyyən edin. Attilanın hansının yerini dəyişsək, deməli doğru variant alınar. Baxsaq, Attilanın Bizans dövləti ilə müqavilə imzalanması 434-cü ildə. Axund dövlətinin Herat özünə tabe etməsi 484. Qərbi Qaraxan dövlətinin yaranması 1042-ci ildə Qaraxanı parçalananda. Bölgü xaqanın maniciliyi qəbul etməsi 759-89-cu illər təxmini götürsək. Çinin Qərbi Göytü dövlətinin asılılığını hala salması 659 götürsək. Burada hansının yerini dəyişmək lazım? 1 yerində, 2 yerindədir. 3 ilə deməli burada 5-in yerini dəyişsək doğru variant alınır. C variantı. Növbəti sual 38-ci sualdır. Türkiyə tarixinin 20-ci əsrin 70-ci illərinə aid olanları soruşur. Kənan Revin başçılığı ilə üsyan 80-ci il, 20-ci əsrin 80-ci il ölkənin Kipr adasına qoşun yeritməsi 1974. Deməli 2-ni götürürük. Mədəni inqilab Çindədir, 60-cı ilə düşür. Siyasi sabitliyin pozulması bəli doğrudur. Çünki hakimiyyət dəyişikliyi baş verir tez-tez. Ölkənin NATO'ya qoşulması 50-ci illərdə də aid deyil. Deməli, onda burada biz 2 və 4-ü götürsək, doğru variantımız D variantı. Növbəti 39-cu suala baxaq. Torpaq sahibləri öz mülklərini nəsildən nəslə ötürmək, satmaq, bağışlamaq hüququna malik idilər. Biz burada deməli 1846-cı il 6 dekabr reskriptindən danışırıq. Reskript. Əsnamədə həmçinin sahibkar kəndlər vergi mükəlləfiyyəti məsələlərine toxunurdu. 18 gün deməli bir ara gedirdilər. Bu 1847 kəndli əsnaməsindən danışır. Deyir ki, birinci mətnə bəhs edilən islahatdan fərqli olaraq ikinci mətndəki islahata aiddir. Təbii ki, burada birinci mətndə fərqli olaraq ikinci mətnə aid olan, yəni 47-ci ilə aid olanlara aiddir. 47-ci ildə kişi cinsindən olan kəndlərə pay torpağı, yəni 5 desiatın torpaq verilməsi məsələsi var. Ona görə C-ni götürürük. A variantı mülkədar tabelisi 46-cı ildədir. Bəylər kəndlərinin polis məhkəmə hər ikisində var. Xəzər vilayəti ləğv edildi. Bu 14 dekabrdadır. Heç bir aidiyyəti yoxdur. 46-cı ilin 14 dekabr. Ali müsəlman təbəqəsinin torpaqlarının müsadirə olunması bu 1841-ci ildədir. Ona görə aidiyyəti yoxdur. Doğru variant C variantı. Növbəti sual 40-cı sualdır. Gülüstan Türkmənçay Ədirnə sülhü. Qacarlar dövləti ruslara hərbi təzminat ödəməli idi. Bu Türkmənçay müqaviləsində 2-yə A. Çar Aleksandrın hakimiyyəti dövründə imzalanıb. Aleksandr 1800 deməli 1-25-ci illərdə hakimiyyətdə olub. 1-25 isə burada Gülüstan sülhü düşür. Çünki 1813-cü ildə imzalanıb. B bura. Cənubi Qafqaz Çar Rusiyasının işğallarını təsdiqlədi. Deməli, Ədirnə sülhü ilə Osmanlı təsdiqləyir. Türkmənçay sülhünə görə isə, Gülüstan sülhünə görə Qacarlar təsdiqləyir. Onda C 4-ə gedir. 4-ə C, yəni oxşar variant. Ahası Paşasının bir hissəsi 3-ə gedir. Ədirnə sülhündədir. D. İlk Rus məskənləri isə 1830-cu il 20 oktyabrda olub. Ona görə də heç birinə getmir. 1-ə B, 2-yə A, 3-ə D, 4-ə C, D variantı. Növbəti sual 41-ci sualdır. Xəritədə paytaxtların ulduzla verilmiş Azərbaycan dövlətinin tarixində 10-cu əsrin birinci yarısına aid ümumi cəhət
Yəni 901 və 50-ci illər. Baxsaq, burada Şirvanşahlar dövləti, Şirvanşahlar, bu isə Ərdəbildir, Salarilər dövlətinə uyğun xüsusiyyətlər verir. Müstəqillərə son qoyulması bildik ki, Şirvanşahlara 16-cı əsrdə Səfəvilər son qoyub, olmaz. Slavyanların yürüşünə məruz qalması, bunu saxlayaq. Səlcuq dövlətinə qarşı hərbi ittifaqda birləşmələri, xeyr, Salarilər Səlcuq dövlətinə mövzu olduğu onlarda mövzu olmayıb. Şərqi Gürcüstanı tabe etməsi burada Salarilərə uyğundur, amma Şirvanşahlara xeyr. Azərbaycan Vahid dövlətdə deməli Salarilər birləşdirib, Şirvanşahlar xeyr. 10-cu əsrin birinci yarısından söhbət getdiyinə görə Şirvanşahlar 15-ci əsrdə birləşdirib, buna görə olmaz. Slavyanların yürüşünə məruz qalması, bəli, 944-cü il Salarilər və eləcə də Şirvanşahlar da deməli 910-cu ildə Slavyanların yürüşünə məruz qalıb, deməli geri çəkilərkən Şirvanşahlar tərəfindən deyirsiniz 910-cu ildə Slavyanlar məğlub edilmişdir. B variantı. Növbəti biz 42-ci suala keçək. 10-cu əsrin 60 və 70-ci illərində iqtisadi yeniliklər. Cavad Məlikovun Bakıdağ neft zavodu 1863, bəli, oradan da doğrudur. Dərbənd quberniyasının yaradılması 1846-cı ildir, C-ni silirik. Dövlət kəndlərinin köçmə hüququnun ləğv edilməsi 1853, bu da 46. Deməli, D-də uyğun deyil. Vahid kənd dairəsinin yaradılması 65-dir, olmaz. Həm də iqtisadi tədbir deyil. Neft daşınmasında vaqon sternlər 80-ci illər 1880 olmaz. İrəvan şəhərinin özündarə hüququnun verilməsi bu idarəçiliyə aid olduğuna görə iqtisadi tədbir kimi götürmürük. İlk neft daşıyan tankerlərdən istifadə 79 Zoroastr götürmək olar. Və 78-79 götürürük. D variantı. 2-yə D, 1-ə isə AB. Çünki Şəkidə fabrikdə 61-ci ildə açılıb. 1-ə AB, 2-yə isə D, doğru variant A variantı. Növbəti sual 43-cü sualdır. Bu rahat sualdır. Xəzər-Ərəb müharibəsində Bələncər, Ərəb-Sasani müharibəsində Kadisiya döyüşü. Burada Xəzər-Ərəb müharibəsində Savalan 737, Ktesifon 637 Sasani-Ərəb müharibəsinə aiddir. C variantı. Poitiers 732, Ərəb-Frank, Talas, Çin, Ərəb, Hilat deməli Xəzər ərəbdir, amma Suason Xəzər ərəb deyil, Franklara aiddir. Bəs Sasani ərəblərə aid deyil. Nahəvənd ərəb Xəzərlərə aid deyil. Cərmidan ərəb Xəzərə aid deyil. Amit də ərəb Sasani müharibəsinə aid deyil. 359 Sasani Rom arasındadır. 44. Deməli burada xəritədə ulduzla verilmiş şəhər 18-ci əsr tarixi lazımdır bizə. 18-ci əsr tarixi deyirsə, biz burada İrəvan şəhərindən söhbət gedir. İrəvan. Çar Pyotrun qoşunları tərəfindən işğal olunması. Çar Pyotr Xəzəryan torpaqları işğal edib. Biri çıxırıq. Şah Abbas tərəfindən Osmanlı işğalından azad edilməsi. Şah 1-ci Abbas 1587-1629, yəni 16-17-ci əsrdə hakimiyyətdə olub. Qarabağ xanlığına asılı vəziyyətə düşüb. 1748-ci ildə Bayat savaşından sonra 49-cu ildə İrəvan, Naxçıvan, Ərdəbil, Gəncə, Qarabağdan asılığı qəbul edib. 3 doğru. Ərazisində Sərdar Sarayı inşa olunub. Bəli, Hüseyn Əli xan tərəfindən güzgülü salon Sərdar Sarayı 1764-cü ildə inşa olunması var. 18-ci əsrə düşür. 3 və 4 doğru variant, C variantı. Növbəti sual 45-ci sual. Qədim dövr tarixinə aid oxşarlıqlardan biri yanlışdır, yəni səhv variantı tapın. Burada cavab C-dir. Makedoniya, Yunanistan, Roma Respublikası tərəfindən işğal edilməmişdir. Ona görə doğru variant C. E variantı. Roma dövləti Çin Hunlarla mübarizə aparıb, bəli, aparıb. Roma 451-ci ildə, Çin də Pinçen 200-cü ildə, Hindistan Çin 3-cü ildə birləşib Çin Şuxuanda Şoka tərəfindən. Yunanistan böyük dövləti Makedoniya İskəndərin yürüşünə məruz qalıb. Deməli biz
Daha doğrusu burada doğru variant kimi B-ni götürürük. Yunanistan Böyük Dövlət Makedoniya İskəndərin işinə məruz qalmayıb. Makedoniya Yunanistan isə eradan əvvəl 146-da deməli Roman yürüşünə məruz qalıb. Şumer və Hunlar türk mənşəli tayfa olmuşlar, bəli olmuşlar. Doğru variantımız B variantı. Növbəti 46 yuxarı sinifə aid sualdır. Almaniyada Vermə Respublikasının mövcudluğu dövründə baş verib 1919-33-cü illər. Ölkə Millətlər Cəmiyyətinə daxil olması 1926 düşür. Sar vilayətinin referendumla geri qaytarılması 35-dir, olmaz. Avstriyanın birləşdirilməsi 38, Anşlüs, olmaz. Locarno 1925, bəli, bərabər hüquqlu dövlət kimi tanınıb. Bunu 4-ü götürmək olar. İtaliya Polad Paktının imzalanması bu 39-cu ildir. Ona görə də 5-də düşmür. Doğru variantımız 1 və 4. Növbəti 47-ci sual. Səfəvi dövlət cərrəçiliyinin Qaraqoyunlu dövlət cərrəçiliyindən fərqli cəhətləri, yəni Səfəvilərə aid olanları istəyir bizdən. Dövlətin başında qeyri-məhdud hakimiyyətə malik hökmdar hər ikisində durub, vəzir maliyyə işlərini hər ikisində yerinə yetirib, hökmdarın yanında məşvərətçi orqan hər ikisində var. Hökmdardan sonra ikinci şəxs Səfəvilərdə vəkildir, amma Qaraqoyunlarda əmir, əl, üməradır, ordunun baş komandanı. Ona görə doğru variant yalnız 4. Səkkizinci sual. Yusuf ibn Əbu Sac, Şəmsəddin Eldənizin fəaliyyətinə aid ümumi cəhətlər. Sacilər Eldəniz Şirvanşahlar dövlətini asılığa salıblar. Doğrudur. 1. Gürcülər üzərində qələbə çalıblar. 2 də var. Yeni dövlətin əsasını Eldəniz qoyub, Yusuf ibn Əbu Sac yox. Burada Əbu Sac divizat qoyub, ona görə 3-ü götürmürük. Azərbaycan ərazisinin vahid dövlətlə birləşdirilməsi. Bəli, 10-cu əsr, 12-ci əsr birləşdiriblər. Dəbil əmrinin dövlətlə birləşdirilməsi Şəddadilərə aiddir. Doğru variant 1, 2, 4. 49-cu sual. Ağqoyunlu dövlətin xarici siyasətinə uyğunluğu müəyyən edin. Qaraqoyunlulara qarşı ittifaq yaratmışlar. Qızıl Ordu dövləti ilə xeyr. Sərhədlərin pozulmaması haqqında razılığa gəlmişlər. Bəli, 1475-ci ildə. Səfəvi dövlətinə qarşı saziş imzalamışlar. Xeyr. Osmanlı dövləti ilə Trabzon üstündə münaqişə olmuşdur. Bu Ağqoyunlu dövlətinə aid deyil, çünki 61-ci ildə oldu Trabzon məsələsi. Sultan II. Bayezidin dövründə dostluq münasibətləri yaradılmışdır. Doğru. Malatya döyüşündə Sultan II. Mehmetin qoşunlarını məğlub etmişdilər. Bu da doğru. 1473-cü il. 2-yə AC. 1-ə B, 2-yə AC, 3-ə isə deməli 1-ə biz B-ni götürdük. 1-ə B, 2-yə AC, 3-ə isə Avropa dövlətləri Ərdəbil şeyxlərinə qarşı hərbi ittifaq yaradıb. Hərbi ittifaq yaratmaq üçün Venesiya ilə diplomatik münasibətlərdə olmuşdur. İntihas istifadə Trabzon krallığı müttəfiq olub. Bu 60-cı illərə düşür. Bu olmaz. A variantı Ərdəbil şeyxlərinə qarşı hərbi ittifaq yaratıb. Xeyr, bu da deyil. Hərbi ittifaq Venesiya ilə olub 72-ci ildə. Bəli, bu da var. Deməli, onda biz 3-ə B-ni götürməliyik. 3-ə B-ni götürəndə 1B, 2-yə BC, 3-ə B, doğru variant A variantı. 50-ci sual. Qarabağ general qubernatorluğunun sərhədlərinə daxil idi. 1919-cu ildə yanvar ayında yaradılıb. Burada Cavanşir, Şuşa, Cəbrayıl və Səngəzur. 1, 2, 5, 6, doğru variant C variantı. Növbəti sual deməli 51-ci sualdır. Pyotrdan fərqli olaraq 2-ci Katerinan dövründə Azərbaycan torpaqlarına 1722-1796-cı illərdə hər ikisi yürüş edib, biri çıxırıq. Baltik dəniz sahillərinə çıxışa nail olub Pyotr. Qaradəniz özmə hüququnu qazanıb Kiçik Qaynarcaya görə 1774-ə görə Yekaterina. Krım xanlığını işğal edib 1783 Yekaterina. Esposvit ilə müqavilə imzalayıb 1686-da Pyotr. Ona görə cavabımız 3 və 4. Uyğunluq pozulmuşdur. Biz burada baxsaq, Arslan Şahın Sultan edilməsi Atabəy Eldənizin İraq Səlcuq Sultanlığını idarə etməyə başlaması doğru. Şirvanda Kəsranlər sülaləsinin varlığına son qoyulması, Səlcuq İmperiyasının Azərbaycanın işğalını başa çatdırması, Kəsranlərin varlığına son qoyulub 1382.
Səlcuq İmperiyasının Azərbaycan işğalını başa çatdırması 1066-dır. Ona görə bu uyğun deyil. B variantı. 3-cü Mənüçeri Səlcuqlar İttifaqı pozub, İraq Səlcuq Sultanı 1123-də yürüş edib. Bu doğrudur. Səlcuq hökmdarı Toğrulun Bağdad tutması, Abbasilərdən asılı vəziyyətə düşməsi 1055, bu da doğru variantdır. Didiqori döyüşü 1121, Tiflis əmrliyinin süqutu 22, bu da doğru. Doğru variantımız burada, yəni pozulmuşdur istədiyinə görə B variantı. 53 daş dövründən fərqli olaraq erkən orta Tunc dövrlərində bizə erkən orta Tunc dövrünü istəyir. Son Tunc dövründə siklopik qalalar. Əhali oturaq həyata keçib Neolit, bu yeni daş dövrü də olmaz. Əkinçilikdə süni suvarma sistemi Tunc dövründədir. 1 və 2. Köçmə əlaq maldarlığı mövcud idi. Deməli, köçmə əlaq maldarlığı mövcud idi. Bu da deməli Tunc dövründə. Ona görə biz deməli 4-ü də götürəcəyik. Doğru variantımız 2, 1. Əkinçilikdə süni suvarma sistemindən istifadə olunurdu. 1. Deməli, siklopik tikililər inşa olundu. Siklopik tikililər inşa olundu. Son Tunc dövründədir. 2-ni götürmürük. Üzrü sayın. Ona görə burada cavabımız 1 və köçmə əlaq maldarlığı 4. 1, 4. Çünki erkən orta istəyir. Siklopik tikililər son Tunc dövrüdür. Ona görə doğru variantımız 1, 4. 54. Uyğunluğu müəyyən Hastings döyüşü Fransada mərkəzləşmiş dövlətin əsasının qoyulması 1066-dır. Bu İngiltərədədir. Ona görə 1-i çıxırıq. Bizans xaçlara dəstək verməməsi 2-ci xaç yürüşündə uğursuzluğa başa çatdı. Doğru. Avropada Rekonquist hərəkatı Latin İmperiyası yaradıldı. 11-15-ci əsrlərdə olub. Latin İmperiyası xaç yürüşündə də olmaz. Vestfaliya sülhü 1648 dini müharibələrin başlanğıcı qoyuldu. Xeyr, dini müharibələr sona çatdı. Habsburq sazişi 1555 protestantların etiqad azadlığı tanındı. Doğrudur. Ona görə doğru variant 2 və 5. Heydər Əliyevin 1-ci rəhbərliyindən fərqli olaraq 2-ci rəhbərliyi dövründə Azərbaycanda 1-ci rəhbərliyi 1969 82, ikinci rəhbərliyi 1993 2003. Konstitusiya 1978 və 95-ci ildə qəbul olduğuna görə 1995 hər ikisinə aiddir. Biz ikinci rəhbərliyini götürməliyik. Ağdam Xankəndi Dəmir yolu 1979 birinci rəhbərliyinə düşür, ona görə götürmürük. Əsr müqaviləsi 1994 götürürük. Dövlət Neft Fondu 1999 götürürük. 3 və 4. %56 xronoloji suala zəhmət olmasa biz baxalım. Növbəti sual 56-cı sualdır. 56-cı sualında xronoloji arıcılıq Bədir döyüşü 624, Əbu Müslüm 750, Ludwig 486-cı ildən sonra, Otto 962, doğru variant 3, 1, 2, 4. 57. Monqolların birinci yürüşü, Xarəzmşah Cəlaləddin yürüşü, Gəncədə Usta Bəndər üsyanı 1231 Cəlaləddinə qarşı. A. Monqolların Azərbaycan bütövlükdə Ali Monqol xalqına tabe edilməsi ikinci yürüşünə aiddir, olmaz. 1239-56. Şirvanşah 2-ci Aslan asılılığını qəbul etmişdir. 1243-dən 60-a qədər hakimiyyətdə olub. Ona görə də heç birinə düşmür. Çünki 1220-də olub bu yürüyüş. 20-22, 1231-ci ildə Cəlaləddin yürüyüşü. 25-31. Təbriz şəhərini ələ keçirmişdir. Monqolların birinci yürüşündə xeyr tutulmayıb Təbriz. Xarəzmşah Cəlaləddin isə deməli burada Ağsunqurlar dövlətini süquta uğradıb. 1227-ci ildə doğrudan da E variantı
var. Təbrizi ələ keçirilməmişdir deyir. Ələ keçirilməmişdirsə, birinci yürüşündə Monqollar Təbrizi ələ keçirməyib. 1-ə D. 1-ə D. Cəlaləddin 2-yə isə A və E variantı. Situasiya sualında isə 18-ci əsrin 30-cu illərində bu Nadir şah seçilməsindən danışır. Burada Nadirdən söhbət getdiyinə görə yeni yaranmış dövlətdə bir sıra slaytlar həyata keçirdi. Süquta uğradılan dövlət bu Muğan qurultayından danışır. 1736-cı ildən. Süquta uğradılmış dövlət Səfəvi yazırıq. Yeni yaradılmış dövlət Əfşarlar. Növbəti inzibati idarəetmə və vergi islahatı, yəni Muğan qurultayında inzibati idarəetmə islahatında Vahid Bəylərbəyli yaratdı. Yazmaq olar burada vergi islahatında vergi toplanmasına qaydaya salındı. Bunu yazmaq olar. İnzibati idarəetmə sistemində Bəylərbəyliyin yaradılması və deməli Vahid Azərbaycan Bəylərbəyliyi yaradıb. Vergi islahatında verginin toplanmasını nizama saldı. Xəzinəyə deməli vergini toplamağa başladı və əlavə etmək olar. Yeni yaradılan dövlətin quruculuğunun Şah Abbasın xarici siyasətində oxşar cəhətlərindən ikisini yazın. Yəni Nadir şahla Şah Abbasın xarici siyasətində Osmanlı ilə sülh 1-ci Şah Abbasın dövründə 1590 götürmək olar. Nadir şahın dövründə isə Mahmudun dövründə 1730-54-cü illərdə sülh bağlanıb. 1730-cu illərdə sülh bağlanıb. Deməli, hər ikisinin xarici siyasətinin oxşar cəhətlərindən biridir. Osmanlı ilə sülhün bağlanması və eləcə də Osmanlı ilə müharibənin aparılması, Avropa ilə diplomatik əlaqələrin saxlanması. Bunu qeyd etmək olar. Dinlədiyiniz üçün çox sağ olun. Bizim onlayn sınaq qruplarımıza da imtahan qabağı qoşulub, deməli, nəticənizi yüksəltmək üçün qruplara yazıla bilərsiniz.